Salam, əlvatınız xeyir olsun, hörmətli tamaşaçılar. Slovakiyanın paytaxtı Bratislavadan canlı yayıma başlayırıq. Mini futbol üzrə milli komandamız qrup mərhələsində sonuncu yarışa çıxır. Rəqib Fransa seçməsidir. Qrup liderliyi baxımından çox əhəmiyyətli bir qarşılaşmadır. Yaxın planda elə dünya çempionlarını görürsünüz. Dünya reytinginin lider olan bir komandadır. Qrup mərhələsində öz oyunu ilə xüsusilə ötən gün İtaliya seçməsini darmadağın edərək müxtəlif hücum kombinasiyalar, müxtəlif hücum metodlarından istifadə edərək rəngarəng oyunu ilə azarkeşlərə əla bir oyun göstərən bir komanda. Azərbaycan milli komandasıdır. Məhz onların oyununu belə xarakterizə etmək olar. Bu gün qapıda Vəli Qafarovdur. Ötən gün isə Seyid Qasımov öz oyunu ilə əla bir çıxış etmişdi və bu gün Vəli Qafarov start heyətdədir. Məhz ilk görüşdə olduğu kimi. Avstriya ilə görüşdə minimal hesablı qələbə, ardınca İtaliya seçməsini darmadağın edərək play-offa artıq vəsiqə təmin olunub. Fransa millisi ilə görüşdə bir xalda komandamızı qrup lider eləcək, amma baş məşqçi Elşad Quliyev bildirib ki, hər zaman qələbə üçün meydana çıxırıq və bu gün də bu qarşılaşmada qalib gəlmək istəyimiz var. İlk hücum cəhdi fransızlardan olacaq indi. Görək bu hücum zamanı topu alaraq necə hücum təşkil edəcək milli komandamız. Hələ ki, hər iki komanda təmkinlə başlayır. İlk saniyələrdən ötən gün İtaliya seçməsi ilə görüşdə millimiz çox aqressiv başladı və bunun nəticəsində artıq ikinci dəqiqədə hesabı açmağa nail oldu. Və bugün, belə demək mümkünsə, indiki vəziyyət milli komandamızı qane etdiyi üçün daha təmkinlə mübarizə aparırlar. Elə yeri gəlmişkən sağ cinatda Təmkin Xəlilzadə var. O da top gözləyir. Elvin Əlizadə topu təmkin ötürür. Təmkin hücum qurmağa çalışır. Milli komandamız qapıya zərbə üçün fürsət yaratmağa çalışır, amma onu yıxdılar. Cəfər Cəfərov. Görüşü Sloveniyalı Aleş Müller əsas söz sahibi. Bu isə Fransa millisinin baş məşqçisi Jerome Castanyoldur. Sloveniyalı Aleş Müllerə ikinci hakim kimi Moldovalı Katalin Pilgirni köməkdir. Adrian Masyerik var yerli Slovakiyalı hakim və dördüncü hakim isə Rumıniyalıdır, Ovidio Kurta. İndi Elvin Əlizadə ilə Vüsal İsayev cərimə zərbəsini necə yerinə yetirməklə bağlı məsləhətlər edirlər. Mətbuat konferansında Elşad Quliyev bilir ki, standart vəziyyətlərdə müxtəlif hücum metodlarını, müxtəlif kombinasiyalar nəzərdən keçirir. Ötən gün İtaliya seçməsi ilə görüşdə kül zərbəsi zamanı bunun şahidi olduq görə. Bu dəfə komandamız bu standart vəziyyəti necə yerinə yetirəcək? Elvin Əlizadə topa yaxınlaşır, təmkin ötürdü. Təmkinin zərbəsi qapıcı ayaqları ilə topu dəf edir. İlk təhlükəli hücum ikinci dəqiqədə yenə də ikinci dəqiqədə hesab aça bilərdi milli komandamız. Qapıcı Johan Liknak yaxşı oynadı. Fransızların golkiperi. Yadəsə bu Anke Besson'dur. Təmkin boşluğundadır. Topu qapıya istiqamətləndirmək mümkün oldu. Təmkin boşluğunda gözlüydü, amma topu ona ötürə bilmədi komanda yolaşı bu epizodda. Arien Dubois geriyə ötürmədə səhvə yol vericilə pressingə fikir verin. Səhvə yol verdilər. Qapıya zərbə ola bilərdi, amma Elvin Əlizadə ilə bir-birlərini başa düşmədi. Cəfər Cəfərov çox yaxşı bir fürsət idi. Çox əla bir fürsət idi və hifzlənmək. Cəfər Cəfərov belə bir fürsəti boşa verdilər. Rəqibin səhvindən istifadə etmişlər. Startda ilə rəqibi cəzalandırma və hesabı açaraq onları çətin vəziyyətə salmaq istəyir komandamız. Ötən Avropa çempionatında da bu komandalar eyni qrupdaydı. Fransa, İtaliya və Belçika komandaları vardı. Bu dəfə Avstriya Belçikanı əvəzləyib və millimiz maksimum nəticə ilə qrupu lider başa vurmuşdu. Bosniyada keçirilən yarışda 3-1 hesabı ilə fransızlara qalib gəlmişdi və həmin görüşdə də fərqlənən futbolçulardan Elvin Əlizadə bugün meydandadır. Gözlərdə saxlaya bilmədilər. 3-1 hesablı qələbədə Ramit Çovdarov hal-hazırda heyətdədir. Mirkamil Əliyev 8-ci dəqiqədə hesabı açmışdır. Ramit Çovdarov və Vüsal İsayev düzəliş edir. Vüsal İsayev qol vuran futbolçu. Cedric Sino isə fransızların yeganə qolunu vurmuşdur. Vüsal İsayev də ötən gün yeri gəlmişkən Eşqinlə əla bir hücum tandemi təşkil etdilər. İkinci qolu komandamız İtaliyamızın qapısına keçir. İkinci qolu məhz Vüsal İsayev vurmuşdur. İndi isə sol cinatdan hücum təşkil edir milli komandamız. Bir qədər geriyə Elvin Əlizadə. Elvin mərkəzə doğru təmkin ötürməsi keçmədi. Cəfər Cəfərov. Yenə də top Cəfərin önündə qalmışdı. Artıq ikinci dəfədir ki, topu düz onun önünə qaytarır fransızlar.
geridən. Eşkin Tağıyevlə hücum qurmağa çalışır milli komandamız. Təmkin Xəlilzadə, Təmkin əla keçdi rəqibini. Təmkin qarşısındakı boşluğu dəyərləndir. Təmkinin zərbəsi, qol-kiper topu tutdu. Bir hərəkətlə rəqibini geridə qoydu və dərhal başlamaq istədilər. Yenə də top milli komandamızdadır. Elvin Əlizadə. Təmkin Xəlilzadə boş mövqeyə açılıb. Təmkin bir qədər geri oynayır. Elvin. Ruzigar İbrahimzadə də topu qəbul edir. O da milli komandada ilk qolunu vurdu. Penaltidən fərqləndi. Ruzigar İbrahimzadə Avropa çempionatında. 3-0 hesablı qələbədə onun da əməyi var. Elə penaltində özü qazanmışdı. Elvin Əlizadə keçdi. Elvin zərbə mövqeyə atır. Elvin təkrar zərbə top qapıdan keçdi. Cəfər Cəfərov 3-cü cəhdində artıq ki topu qapıdan keçir 5-ci dəqiqədə. 2 dəfə hədiyyə etmişlər topu ona, amma hər iki halda bu hədiyyədən sanki imtina etmişdi Cəfər Cəfərov. Bizdə belə bir misal var. Atalar üçdən deyil və Cəfər Cəfərov bu misalı bu oyunu ilə doğruladı. Amma Elvin Əlizadə rəqibin müdafiəsini çaş-baş saldı. Burada qapıcı da topu əlindən buraxmışdı. Cəfər Cəfərov isə topu tora qovuşdurur. 5-ci dəqiqədə hesab açıldı. Hər zaman qələbə üçün mübarizə aparır. Baş məşqçi Elşad Quliyev belə açıqlama vermişdi bizim üçün. Yəni bir xal yetərli olsa belə biz hər zaman meydana qələbə üçün çıxırıq və öz oyunumuzu zaman keçdikcə daha da yaxşı edəcək. Çünki meydan amili, meydana öyrəşmək məsələsi vardı və birinci oyundakı Avstriya ilə görüşdə də bunu dilə gətirmişdi. İtaliya ilə qarşılaşmada da mətbuat konferansında bildirdi ki, komanda artıq ritmə düşməkdədir. Futbolçular bu meydana alışandan sonra daha yaxşı oynayacaqlar, daha fərqli oyun metodlarından istifadə edəcək və hər oyundan sonra baş məşqçinin meydanda etdiyi, gördüyü işlər, yeniliklər göz önündədir. İndi növbəti qol vurma olar, amma bir qədər yöndəmsiz ötürmə alınmışdı. Məhəmməd Xəlilovun ötürməsi bir qədər bərk alındı burada. Samir Həmzəyevi də yaxın planda görürsünüz. Və bu Bratislavada olan Azərbaycanlı azarkeşlər komandamızı dəstəkləmək üçün hər oyun Tipo Art Arenadadır, öz yerlərindədirlər və komandamızı dəstəkləyirlər. Slovakiya milli komandamız üçün çox düşərli bir məkandır Koşiçdə. Ölkənin ikinci ən böyük şəhərində ilk Avropa çempionudur. Komandamızın ilk ən böyük uğurunu məhz Slovakiyada əldə etmişik və indi növbə paytaxtdadır. Ölkənin ən böyük şəhəri Bratislavada eyni uğuru təkrarlama və nəzərə alaq ki, bu dəfə bu yarışa artıq favorit qismində dünyanın bir nömrəsi, reytingdə də bir nömrə dünya çempionu qismində bu ölkəyə ayaq basmışıq. Əvvəlki Koşiçdəki keçirilən yarışda əgər biz hər hansı bir titulu olmayan bu böyük bir uğur qazanmağa ac olan bir komanda kimi gəlmişdiksə, hal-hazırda zirvədə olan bir komanda və necə deyirlər, o zirvəyə çıxmaq nə qədər çətindirsə, zirvədə qalmaq bir o qədər də çətindir və daim o eyni tempi saxlamaq, o zirvədə oynamaq Azərbaycan futbolçularının bugün göstərdiyi, əvvəlki oyunlarda göstərdiyi oyunlarla görürük ki, komandamız həqiqətən də günü ilə günə öz oyunu ilə azarkeşlərin qəlbində taxt qurub, azarkeşlərin qəlbini fəth edib deyə bilərik. Necə də elə ölkəmizdə də İdman TV vasitəsilə bu oyunu izləyənlər, sosial şəbəkələrdə yayılanları da görə bilərik. İndi isə ikinci top az qala qapıdan keçəcəkdi. Son anda topu qapı xəttindən çıxarır Fransız Dylan Rozier. Əla bir, baxımlı bir qol izləyə bilərik aşırma zərbə ilə. Ümumiyyətlə, çoxdandır, böyük futbolda da belə aşırma zərbə ilə qol izləmirik. Ötürməyə fikir verin. Burada qapıcının başı üzərindən topu qapıya istiqamətləndirmişdi Məhəmməd Xəlilov. Keçmədi top qapıdan, son anda müdafiəçi Dylan Rozier topu qapı xəttindən çıxara bildi. Elşad Quliyev hal-hazırda dünyanın elə ən yaxşı məşqçisidir. Avropa çempion etdi komandasını, dünya çempion etdi. Komanda dünya reytingində ilk pillədədir. Göstərdiyi oyunla rəqiblərini qarşısında öz üstünlüyü hər zaman qoruyub saxlayır. Yəni, istənilən oyunda rəqiblərindən daha yaxşı çıxış edir, daha fərqli kombinasiyalar, istər standart vəziyyətlər olsun, istər oyun modeli olsun. Bugün biz milli komandamızın ifasında bunu görürük. Azarkeşlər də bunu görür və komandamızın oyunu diqqətlə izləyirlər. İndi növbəti səhv rəqibdən 3-1 əldə ediblər. Qapı qarşısında boş olan futbolçumuz var, amma son anda rəqibə dəydi top. Samir Həmzəyev. Elə deyək, rəqib futbolçunun da köməkliyi ilə topu qapıdan keçirə bilərdi, amma ikincidən zərbə təyin olunur. Rəvan Kərimov, ötən oyunun qəhrəmanlarından. Hesab açan futbolçu Rəvan Kərimov. Bir qədər də geriyə Ruzigar İbrahimzadə.
Rüzgar. Onun da qüvvətli zərbələri var. Rəvan Kərimov. Rüzgar. Yəni, məhz bunları deyirəm. Əla təşkil olmuş hücum. Rüzgar və Rəvan Kərimov. Qapıya zərbə ilə yekunlaşdırırlar. Amma top da qapının üstündən keçdi. Başlayan da görüşün hakimi. Demək olar ki, mərkəz xəttini elə də keçə bilmir fransızlar. Və qapımız qarşısında 10 dəqiqə ərzində elə də təhlükə, ümumiyyətlə hücum qurmaqda çətinlik çəkdilər. Növbəti ötürmədə səhvə yol verdilər. Müdafiə xətti pərən-pərən olub. Daha dinamik, daha agresiv başladı milli komandamız. İlk 2 dəqiqəni çıxmaq şərti ilə və rəqibi də geriyə çəkilməyə məcbur edir. Rəqibə öz oyununu diktə edir. Kənanın əla ötürməsi. İndi topu saxladılar. Qapıya zərbə olacaq mı? Samirdən geriyə. Qapıya zərbə qarşı bloklandı Məhəmməd Xəlilov. Ötürmə keçmir. Rüzgar İbrahimzadənin pressingi var. Müdafiədən çıxmaqda belə çətinlik çəkilir. Fikir verin. İyəli xəttə daim pressing və topu alırlar. Çiyin-çiyinlə mübarizə idi, amma hakim bu epizodda qayda pozuntusu qeydə aldı və bir qədər arxadan Rüzgar İbrahimzadə rəqibi ilə sərt toqquşdu. Daha da sərt oynadı və bu sərtliyi qayda pozuntusu kimi qiymətləndirir. Görüşün hakimi topu saxlamaq oldu. Rəvan Kərimov topu rəqibdən alacaqmı? Çiyin-çiyinlə mübarizədə Rəqvan, amma burada isə top son anda Kərimova deyərək meydandan çıxır. Ange Besson mərkəzlə oynayırlar fransızlar. Çevirməyə belə imkan vermir. Təmkin Xəlizadə, təmkin rəqibə qarşı pressing etdi və İban Labionin ayaqları ilə bir-birinə dolaşdı. Ervin Əlizadə. Təmkin Xəlizadə. Mərkəzlə oynayır. Zərbə üçün fürsət var, çəkdi. Bir qədər də gözlədi. Eşqin ayaqları ötürməsi. Komanda yoldaşını yaxşı tapdı. Amma orada 2 fransız vardı. Bir qədər geriyə çəkilməyə məcbur etdilər. Təmkin cinahı dəyişir. Eşqin var yanında. Xəlilov. Təmkinin ötürməsi geçmir. Out. Qapı önünə ötürmək istəyirdi. Təmkin Xəlizadə sərt bir ötürmə etmək qərarına gəlirdi, amma onun ötürməsinin qarşısını kəstilər. Təmkin Xəlizadə, amma hakim səsləndi. Zərbəyə hazırlaşırdı. Out yerindən təkrarlanacaq. Yankat hakimin yanında ilə. İkinci hakimin yanında belə bir qayda pozuntusu baş verdi. Topu iləri göndərirlər. Boşluq var amma Vəli Qafarov. İlk dəfədir ki, Vəli Qafarovu narahat etdilər deyə bilərik, amma Vəli çox təcrübəli bir qolkiperdir və bu zərbələri dəf etməkdə usta bir qapçıdır. Düz üzərinə gedirdi. Vəli Qafarov da bu topu dəf etməkdə elə də çətinlik çəkmədi. Bir qədər geridən deyir görüşün baş hakimi. Təmkinə irəlidir komanda yoldaşı. Sağda Təmkin boşdur. Xəlizadə. Xəlizadənin aratılması yaxşıdır. Qapıya zərbə! Çox yaxşı təşkil olunmuş hücum idi, amma Vüsal İsayev fürsəti boşa verir. Təmkinlə ikisi bir yerdə əla bir hücum təşkil etdilər və ikili rəqibin müdafiə xəttini əla ötürmələrlə yarmağı bacardılar. Vüsal əslində xoşlayır belə bir epizodlardan topu qapıdan keçirməyə və bugün bu anda bir qədər geri dəqiqə oynadı. Vüsal İsayev. Mərkəzə doğru ötürülən top. Təmkin Xəlizadə son anda topu rəqibin ayağından vurub qapıçını ötürə bildi. Vüsal mərkəzlə oynayır. Elvin Əlizadə. Elvin. Təmkin. Təmkin mərkəzə doğru çəkir. Bir qədər də geriyə. Eşqin zərbə üçün fürsət axtarırdı. Topu gözlədi. Bir qədər də geriyə. Vüsal İsayev. Vüsal topla çox yaxşı davranır. Vüsal keçdi rəqibini. Vüsal ötürmə. Qapı boşdu. Təkrar ötürmə. Məncə burada bir qədər çox gözlədilər. Qapı boş idi. Epizoda baxın. Vüsal İsayevin ötürməsindən sonra Təmkin özü vurmadı. Yenidən topu komanda yoldaşına Vüsala ötürdü. Çox əla hücum təşkil edirlər. Çox əla hücum təşkil edirlər, amma belə deyək, bir qədər səxavətli davranırlar rəqibə qarşı. Epizodları sağa sola xəzləməklə məşğuldular. Əslində bu dəqiqələrdə hesabı bir qədər də artırıb rəqibin bütün ümidlərinin üstündən xətt çəkmək olardı. Vüsal İsayev ikinci epizodu da qaçırdı. Görək komanda yoldaşı Cəfər Cəfərov kimi
3-cü cəhdində topu tora qovuşdura biləcəkmi? Cəfər də 2 epizoddan sonra 2 epizodu dəyərləndirə bilməmişdi. 3-cüdə artıq hesabı açmışdı. Təmkinlə mübarizədə top Vəli Qafarova kimi gəlib çatır. Top qapı xəttindən çıxdı. Burada Fransız Olivier Dubois. Son toxunuş ondan idi. Eşkin cinahla oynayır. Elvin Əlizadə doğru, amma burada araya girən Fransız oyuncu var. Top yenə də milli komandamızda qaldı. Təmkin Xəlizadə. Mərkəzdə Eşkin Tağıyev. Eşkin ötürdü. Yaxşı bir fürsət var. Topu özündə saxlaya bilmədi. Vüsal topu aldı. Cəfər amma burada qayda pozuntusu ilə rəqibə qarşı Çobuda oynamışdı. Dərhal başlayıb Fransızlar. Boşluq var. Elvin Əlizadə rəqibin hücumunun qarşısını kəsməyə çalışırdı, amma onlar artıq gördülər ki, milli komandamızın üzvləri çatır və topu qapıya istiqamətləndirdilər. Qeyri-dəqiq bir zərbə ilə bu hücumu yekunlaşdırır. Hadil Nadir. Hadisə Hadil Hadir. Tam olaraq ad soyadı belədir. Fransa millisi niyyətində ən yaşlı futbolçulardan biridir. 39 yaşı var 2 nömrəli Fransızın. Kənan Mirzəliyev hücumu istiqamətini dəyişməyə çalışır. Boşluqdan yaralamaç olacaq mı? Qapıya zərbə amma istənilən kimi alınmadı Kənanın zərbəsilə. Geriyə Besson. Kənan pressing edirdi. Topu irəli göndərməyə çalışdı Fransızlar, amma bütün mövqeləri tam olaraq bağlayıblar. Rüzgar İbrahimzadə indi sol cinatdakı futbolçunun qarşısını kəsməyə çalışır. Qapıcı da artıq bir qədər də irəli çıxır. Riskə gedir Fransa. Millisi qapı boşdu, öndə boşdu. Topu alacaqlar az qala. Rüzgar İbrahimzadənin pressingi var. Rəqibə qarşı sərt bir toxunuş idi, amma hakim hər hansı bir qayda pozuntusu qeydə almadı. Məhəmməd Xəlilovun pressingi isə bəhərə verir və dərhal Rəvan Kərimov. Rəvan. Samir Əmzəyev. Xəlilov. Yenidən Samirlə oynayır. Kənan Mirzəliyev boşdu cinahda. Rəvan Kərimov. Rəvanda qüvvətli zərbəsi var. Rəvan! Qüvvətli zərbələri var Rəvan Kərimovun. Yenə də Besson. Komandasını qoldan xilas edir. Önü boş olan kimi dərhal qapıya zərbə endirdi Kərimov. Rəvandan ötürmə. İstənilən kimi alınmadı, amma top yenə də milli komandamızda qalır. Out. Güldən topun çıxmasına çalışır, amma yox. Qapıdan çıxır və yenə də gül zərbəsi təyin olunur. Bu dəfə Kənan. Amma out olacaq yox. Kənan Mirzəliyev outdan top oyuna daxil edəcək. Rəvan Kərimovun akrobatik zərbəsi alınmadı. İtaliyalı oyunda da bir neçə akrobatik zərbə ilə topu qapıdan keçirməyə çalışmışdı. Hətta epizodların birində ayağına bir qədər zərbə də almışdı. Və Miksona da media müsahibəsinə bildirmişdi ki, belə zərbələrlə qol vurmağa çalışacaq. Qarşıdakı günlərdə Rüzgar İbrahimzadə ötürmə edirdi komanda yoldaşına. Yaxşı ötürmə alınmadı Rüzgar İbrahimzadə. Bir anda topu önündə gördü. Yenidən top ona gəlir. Rəvan Kərimov bir qədər topun gerisində qaldı. Pressing edən kimi fransızları səhv etməyə məcbur edir komandamız. Amma yenə də qeyd etdiyim kimi epizodları sağa-sola xərcləməklə məşğuldurlar. Çox sayılı hücumlar var. Hələ ki hesab artmayıb. Cəfər Cəfərovun vurduğu qoldan sonra minimal hesablı üstünlük davam edir. Besson. Topu aldı, qapı boşdu. 2-0. 2-0. Məhəmməd Xəlilov, bəli. Fransızları səhv etməyə məcbur edirlər. Bessonun səhvi və sadəcə toxunuş etdi. Məhəmməd Xəlilov. Hesab 2-0 olur. 19-cu dəqiqədə. Ramit Çovdarova gördünüz, dünya çempionatının ən yaxşı futbolçusu, ona istirahət etməyə imkanı verib. Elşad Quliyev kənardan izləyir. Komanda yoldaşları çox rahat bir şəkildə üstünlük qurublar. Artıq hesab 2-0'dır. Məhəmməd Xəlilov pressing sayəsində topu qapıcıdan aldı və indi var yoxlaması olacaq qolu dəqiqləşdirmək üçün. Hər hansı bir qayda pozuntusu yoxdur, ehtimalla da qol qeydə alınacaq. Hakimlər onsuz da istənilən halda vardan təsdiq gözləyirlər.
qapçının səhvindən istifadə etdi və Məhəmməd Xəlilov komandamızın ikinci qolunu vurdu. 19 dəqiqə ərzində 2-0 üstünlüyü var. Qrup liderliyi üçün önemli bir qarşılaşmadır. Bir halda komandamızı qane etsə də dünya çempionları bütün oyunlarda qalib gəlmək istəyirlər. Varda baxıldı. Bəli, hakim gedir özü baxmağa. Ötən gün İtaliya ilə görüşdə Alex Müller idi. Baş hakim və Ramil Çavdarov girişlə qarşılayıb. Orada da gözlə görünürdü ki, penalti vardı, varda getdi baxmağa. Adi episodlarda gedirlər vara baxmağa. Amma istənilən halda komandamızın bu üstünlüklə qovla vuracağı açıq aydındır. Görə indi vardan hansı qərarı çıxacaq. Qapçıya qarşı pressing vardı, hansı bir qayda pozuntusu yoxdur. Qapçı meydançasından kənardaydı, topu qapçıdan aldı, toxundu və topu da tora qovuşturdu. İndi var da yoxlayırlar, fransızların baş məşqçisi Jérôme Castagnol görürsünüz. Və hissə də yavaş-yavaş sona yaxınlaşmaq üzrədir. Rüzgar İbrahimzadə milli komandada ilk qolunu vurdu Avropa çempionatında, penaltidən fərqləndi. O da öz sevinç hisslərini bildirmişdi ki, bu komandanın bir parçası olmaq onun üçün qürur vericidir. Həqiqətən də mini futbolda hal-hazırda dünyanın ən yaxşılarındandır milli komandamız. Elə dünyanın ən yaxşısı demək lazımdır. Dünya reytingində birincidir. Hazır ki, dünya çempionudur. Avropa çempionatında da iddialı. Bəs bu epizodda topu qapçı ilə mübarizədə aldı. Yəni bu futbol onsuz da təmas oynudur. Yəni belə təmaslar normaldır. Baxırıq hakimə. Qolu ləğv etdi. Yəni onun vara getməyindən hardasa başa düşmək olardı ki, niyyəti heç də bizim üçün müsbət deyil. Amma olsun. Bizim üçün qol vurmaq milli komandamız üçün. Qol vurmaq elə də çətin məsələ deyil. Qarşıdakı dəqiqələrdə qollar və olacaq bu ehtimalla. Bu oyun tərzimizi davam etdirsə. Mükəmməl Mirzəliyev. Rüzgar İbrahimzadə cinahla oynayır. Topu çox özlərində yaxşı saxlayırlar. Burada isə Rəvan Kərimov. Topu onun ayağı altına vurub alta çıxarırlar. Rüzgar İbrahimzadə. Kənan Mirzəliyev sağ cinahda boşluğunda top gözləyir. 22-ci dəqiqə. Mərkəzə doğru Rəvan istiqamətinə, amma topa çatma mümkün olmadı. Məhəmməd Xəlilovun pressingi var. Rəvan Kərimov az qala yığıb top alacaqdı. İbrahimzadə. Vəli Qafarov komandadaşına tələsmə deyir. Kənandan ötürmə, qarşındakı boşluq, amma Samir Həmzəyev topa çatmır. Növbəti beşlik meydana daxil olacaq. 23-cü dəqiqədə. Təmkin Xəlizadə topu dərhal kapitana Elvin Əlizadəyə ötürür. Vüsal Sayev. İki epizodu dəyərləndirə bilməmişdi Vüsal Sayev. Təmkin Xəlizadə. Yenidən Vüsal. Bir qədər topu ayağından bıraxdı, amma həmin zonada komanda yolaşı vardı. Cəfər Cəfərov. Təmkin Xəlizadə. Mərkəzlə oynayır. Ara ötürməsi yaxşı alındı Elvin Əlizadə. Elvin topu özündə yaxşı saxlaya bilən futbolçudur Elvin. Son anda Besson topa toxunmuşdu. André Besson toxunuşu var idi. Fikir verin, rəqibi çox rahat bir şəkildə keçdi Elvin Əlizadə və qapıçıya da top toxunmuşdu və out. Amma burada out'u tam fərqli verdi. Aslında bu Rakustan qapıçıya topu toxunduğunu görmək olardı. Fransızlar təhlükəli hücum həyatda qalırlar, amma bir şey yaxşı qutardı milli komandamız üçün. 7 nömrəli futbolçu Thomas Lande idi. Borsoniya açılan futbolçu, amma topa toxuna bilmədi. Eşkin Tağıyev. Təmkin Xəlizadə. Elvin Borsoniyada top gözləyir. Vəli Qafarovla oynayır. Vəlinin də irəliyə çıxıb qapıya qüvvətli zərbələri var. Amma bugün bir qədər təmkinlə mübarizə aparır. Eşkin Tağıyev keçdi. Eşkin zərbə üçün fürsət var idi. Burada yıxılan futbolçumuz var. Hakim davam deyir. 2-yə 2. Artıq bir futbolçu da geriyə gəldi. Müdafiə tam olaraq yerləşdi. Qapıya zərbə. Vəli Qafarov üçün çox asan bir top oldu.
zədələnən futbolçumuz var. Hələ də ayağa qalxa bilməyib. Təmkin Xəlilzadədir. İndi hakim də onun yanına gedir. Hakim etirazını bildirir. Aleş Müller, Slovaniyalı hakimdir. Epizodun təkrarını göstərsələr, rəqiblə razı deyil. Rəqibin ona qarşı sərt oynayanı Dardan Həssanidir bu. Hakim yenə də vardakı həmkarları ilə əlaqədədir. Epizodun təkrarını göstərsələr maraqlı var, amma hakim ən azı bir qayda pozuntusu yoxdur deyir. 25-ci dəqiqə, sonuncu dəqiqə başlayır. Birinci hissədə Elvin Əlzadə. Təmkin boş sonadadır. Elvin. Mərkəzə doğru alınmadı. Təmkinin ötürməsi də keçmir. Çox qüvvətli bir ötürmədir. Cəfər Cəfərov boş sonda gördü və ona topu ötürməyə çalışırdı. Cəfər. Elvin. Təmkin Xəlilzadə. Eşkin. Vəli Qafarov. Xəlilzadə. Xəlilzadə. Elvin boş mövqədədir. Xəlilzadə boş mövqədədir. Bir dəqiqə artırıldı. İlkisi. O da vara baxdıqlarına görə yaxşı keçdi rəqibini. Qapıya zərbə olacaq mı? Vüsal son anda toxunuş var idi. Vüsal rəqib müdafiəsinə, arxasına ötürmələrdə rəqibin müdafiəsini yarmaqda çətinlik çəkmir. Amma son zərbələrdə bir qədər sanki tələsir, bəzən də gecikir. Birinci hissənin ən sonuncu epizodu ola bilər bu standart vəziyyət. Fasilə rəfəsində bunu dəqiq tamamlaya bilsələr, rəqibin nəqdanla salmış olarlar. Təmkin Xəlilzadə topun yanındadır. Standart vəziyyətdən hansı bir maraqlı bir məqam izləyə bilər. Təmkin ötürür, qapıya zərbə alınmadı. İndi əksəmlə fransızlar üçün dərhal Təmkin irəli gəldi. Topu da rəqibdən aldı, qayda pozuntusu yoxdur. Təmkin irəli, Təmkin qarşısı boşluq saxladı. Təmkin saxladı və ona qarşı qayda pozuntusuna varmı? Amma hakim oyunu bitirdi. Həmin epizodu dəyərləndirmədi və fasiləyə milli komandamız minimal hesablı üstünlüklə yollanır. Ötən gündə İtaliya ilə oyunda belə bir vəziyyət yaranmışdı ki, Rəvan Kərimov zərbə mövqeyinə çıxanda hakim birinci hissənin final fitini səsləndirmişdi. Qısa fasiləyə ayrılırıq, az sonra yenidən reportajımız davam edəcək. Da ikinci dəfə topu tora qovuştursa da, vara baxandan sonra görüşün baş hakimi qapıcıya qarşı qayda pozuntusuna əsas gətirərək bu epizodda qolu qeydə almadı. Amma komandamız açıq-aşkar rəqibindən üstündür. Demək olar ki, fransızların elə də ciddi təhlükə yaratmasına imkan vermədi. Milli komandamız Vəli Qafarovu elə də ciddi şəkildə narahat etmədilər. Sadəcə 1-2 epizodlarda düz qapısının üzərinə gedən zərbələrlə kifayətləndi Fransa milli komandası, amma futbolçularımızın çox saylı epizodları var ki, xüsusilə 2 epizodda Vüsal İsayev əlverişli fürsəti dəyərləndirə bilmədi. Milli komandamız İkinci hissədə də artıq başlayan kimi topa nəzarət ələ keçirib. Rəvan Kərimov bir qədər də geriyə Vəli Qafarovla oynayır. Samir Həmzəyev. Tələsmədən oyun qurmağa çalışırlar. İndi Rəvan Kərimov istiqamətini ötürmədə səhvə yol verdilər. Boşluq var idi. Məhəmməd Xəlilov araya girdi. Topu götürür Məhəmməd Xəlilov. Rozigar İbrahimzadə. Rəvan Kərimov onun yanındadır. Rozigar boş sonda olan komanda yollaşını axtarır. Samir boş sonu açılmışdı, amma ötürmə yaxşı alınmadı. Burada bir qədər Kənan Mirzəliyevin ayağı sürüşdü. O törtü ilə bağlı da bir qədər fikirlərini bildirmişdi. Milli komandamızın baş məşqçisi bildirib ki, futbolçularımız tam olaraq meydana uyğunlaşandan sonra, daha yaxşı adapte olandan sonra oyunumuzu daha da yüksək səviyyəyə qaldıra bilərik. Meydana alışmaqla bağlı. Çətinlik deməzdi, meydana alışmaqla bağlı bir qədər vaxt ehtiyacı var. İlk oyunda Avstriya ilə görüşdə bir qədər komandamız rəqibin ciddi müqaviləsi üzləşmişdi. Avstriya ilə görüşdən sonra İtaliya seçməsi ilə qarşılaşmada komandamızın artıq meydana tam alışdığını görmüşdük. Fransızlarla görüşdə də əla başlayıblar. Komanda artıq Avropa çempionatında öz oyununu oyundan oyuna yaxşılaşdırmaqdadır. Ümumiyyətlə, hər zaman turnirdə ilk oyunlar bir qədər çətin olur. Nəzərə alaq ki, dünya çempionu ümumiyyətlə ən güclü komandalara qarşı qarşılaşmalarda ən zəiflər belə var qüvvələrlə mübarizə aparırlar. Tam başqa cür motivasiya ilə görüşə çıxırlar və təbii ki, milli komandamızla dünya çempionu olması, dünyada ən öndə olan komanda olması başqa komandaların
bu hücum komandaya qarşı hazırlığına təsir edir, onların motivasiyasına təsir edir. Rəvan Kərimov yaxşı buraxdı, Məhəmməd Xəlilov, Samir Əmzəyev, Samir keçə bilmədi, top yenə də Rəvan Kərimovda qalır. Geri oynadı Məhəmməd Xəlilov. Vəli Qafarov hücumun istiqamətini dəyişir. Sağ cinaha Rüzgar İbrahimzadə. Xəlilov. Geriyə Qafarov. Bir qədər də rəqibi üzərinə çəkməyə çalışır, amma fransızlar irəli xətti ilə də çox ciddi pressing etmirlər. Sadəcə 19 nömrəli Dilan Rozier var, o da meydanın özlərinin aynı hissəsinə çəkilir. Yəni irəli xəttə var qüvvələrlə pressing etmək niyyətində deyil fransızlar. Rüzgar İbrahimzadə irəli çıxmağa çəkinirlər, amma indi səhvə fikir verin. Qapıya zərbə Vəli Qafarov komandasını xilas etdi. İlərdə sadəcə Dilan Rozier vardı və belə bir epizodda da milli komandamız səhvə yol verdi. Rüzgarın pressingi vardı. Vəli Qafarov ilk ciddi təhlükədə komandamızı qoldan xilas etdi. Təcrübəli golkiper. Yaxşı oynadı. Dilan Rozier. Fransızların 19 nömrəli futbolçusu. İləri xəttdə olan yeganə futbolçudur və Qafarov rəqibin ötürməsini vaxtında anladı və topun da qarşısını kəsdi. İbrahimzadə sağ cinahla oynayır. İbrahimzadə bir qədər mərkəzə meyilləndi. Rüzgar var. Burası Kənan idi. İbrahimzadəyə top ötürən futbolçu. Qapıya zərbə olacaqmı? Rüzgar İbrahimzadənin qüvvətli zərbəsi. Bir qədər dəqiqə alınmır. Johan Lignac indi qapıda. Fransızlar qapıçını dəyişiblər. Birinci hissədə Anxi Besson idi. Bir neçə seyvi vardı. İndi hal-hazırda qapıda Johan Lignac'dır. Ötürmə keçmir. Mərkəzdə topu birləşərək topu rəqibdən almağı bacardılar. Təmkin Xəlilzadə, təmkin mərkəzə doğru ötürmə alınmadı. Eşkin də oradaydı. Yenidən Rozier'i boş bırakıblar. Fikir verin, Elvin Əlizadə qalmışdı burada, amma yenə də milli komandamız üçün hər şey yaxşı qutardı. Dilan Rozier'i artıq ikinci dəfədir ki, boş bırakır futbolçularımız. Məncə buna diqqət etsələr daha yaxşı olar. Hücuma bir qədər çox alidə olub və müdafiədə artıq 2 dəfədir ki, Dilan Rozier bu boşluqdan yararlanmağa çalışır. Elvin Əlizadə. Cəfərov. Cəfərdən ötürmə mərkəzə Elvin. Eşkin bir qədər bir-birlərini anlamaqda çətinlik çəkdilər. Mərkəzə doğru ötürülən top. Rozier. Geri oynayırlar. Cedric. Ondan topu almağa çalışır. Top uğrunda mübarizə və burada qayda pozuntusu qeydə aldı. Sloveniyalı Aleş Müller. Məhəmməd Bakirlə mübarizədə. Elvin Əlizadə bir qədər topu özünün əralı buraxdı. Amma out burada yenə də milli komandamızdır. Əlizadə dərhal başlayır. Cəfərov. Elvin Əlizadə. Təbii ki, playoff oyunları var. Komanda özünü yormamağa da çalışır. Üstünlüyü var. Bir qədər təmkinlə mübarizə aparıb üstünlüyü qoruma, bu görüşdən qələbə ilə ayrılmaq niyyətindədir komandamız. Qrup liderliyə baxma bir yerdir ki, bir xalda komandamıza bəhs edir. Amma qələbə ilə qrupu maksimum nəticə ilə başa vurmaq niyyətindədir. Eşkin Tağıyev ayağa qalxa bilmədi. Zədələdilər Eşkinə, amma hər şeyi yaxşı qutardı. Ötürmə edərkən çox sərt oynamışdı. Fransanın 5 nömrəli futbolçu Dardan Hassani. Eşkin Tağıyevə qarşı. Ayağına zərbə aldı Eşkin. Hər şey yaxşıdır, oyunu davam etdirir. Və Slovakiyada olan Azərbaycanlılar, həmyerlərimiz, soydaşlarımız komandamızı dəstəkləyirlər və indi fair play hərəkətinə görə rəqibi də alqışladılar. Vüsal İsayev. Vüsal. Və komandadan ikinci topu gözləyir. Bratislavadan həmyerlərimizi əlavə ötürmə. Cəfər topu saxladı mərkəzə. Elvin. Boşluq var. Qapı qarşısında Elvin. Elvin Əlizadə. 2-0. Bəli, azarkeşlərimiz gol istədilər. Komandamız da onların istəyini saniyələr sonra yerinə yetirdi. Bax, bizim belə bir güclü komandamız var.
azarkeşlərin reaksiyasına, istəyinə dərhal reaksiya verən və dərhal onların istəyini yerinə yetirən dünya çempionları. Və bu komandanın kapitanı Elvin Əlizadə fərqlənir. 2-0. Sanki azarkeşlər də qol hiss etdilər. Komandamızı ruhlandırdılar. Onlardan gol gözlədiyini öz hərəkətləri, davranışları, alqışlarla bildirdiler və Elvin Əlizadə də bu hücumda son nöqtəni qoyan bir futbolçu oldu. 2-0. Artıq daha rahat mübarizə aparmaq olar. Onsuz da komandamız üstünü oyun göstərirdi. Sadəcə 2 epizodda bir qədər hücuma alidə olduğu üçün rəqibin 19 nömrəsini Dilan Rozieri boş bırakmışlar. Onda da birinci epizodda Vəli Qafarov təcrübəli qapçımız əla bir seyv ilə diqqət çəkdi. Elvin Əlizadə, Cəfər Cəfərov cənab boyu ötürürlər. Təmkin. Vüsal Sayvanın yanında da Eşkin Tağıyev. Eşkin, Elvin Əlizadə mərkəzli oynayır. Eşkin Tağıyev. Elvindən ötürmə alınmadı. Sonra da toxunuş da vardı. İndi fransızlar top ələ keçirib. Əksəmlə qapıya zərbə. Son anda Cəfər Cəfərova deyən top qapı xəttindən çıxır. Yenə də Dilan Rozier. İkincisi də ən fəal futbolçudur fransızların. 19 nömrəli Dilan Rozier. 27 yaşı var bu futbolçunun. Qapı qarşısına ötürülən top yenə də Rozier'in zərbə mövqeyinə çıxarmağa çalışırlar. Eşkin Tağıyev topun önünə özünü sipər etməyə bacardı. Vəli Qafarov. Cinah boyu təmkin keçdi rəqibinə. Vüsal topu rəqibdən alır. Cəfər, Elvin. Cəfər Cəfərov digər Cinaha. Çox sadə, rahat bir şəkildə topu özlərində saxlayır futbolçularımız. Mərkəzə doğru Elvin topu saxladı. Elvin ötürmə. Cəfər Cəfərov çəkdi topu. Cəfər, Elvin. Üçüncü gol gələcəkmi? Amma bir qədər gecikdilər. Qapıya zərbə. Top fransız futbolçudan yan xətdən çıxır. Out meydan sahiblərinindir. Nominal meydan sahiblərinin, yəni milli komandamızındır bugün. Milli komandamız nominal meydan sahibi qismində çıxış edir. Mirmehdi Rızayev oyuna qoşulur və topu da oyuna daxil edir. Talih Babayev. İsa Atayev əla bir gol vurmuşdu. Avstriya ilə görüşdə komandamızın yeganə qol vurmuşdu. Yenə İsa'dan qüvvətli bir zərbə Rozier'in önündə qaldı. Əksəmlə Vəli görək necə oynayacaq. Vəli bu hücumun qarşısını kəsə bilmədi. Bu hücumun qarşısını kəsə bilmir. İban Labyo fərqlənir. Vəli Qafarov. Bu komandamızın Avropa çempionatında qapısında gördüyü ilk topdur. 37-ci dəqiqədə fransızlar vurdular. Bir də qeyd edim ki, bundan əvvəlki Avropa çempionatında Bosna ilə görüşdə milli komandamız fransızları 3-1 hesab ilə məğlub etmişdi. Hazırda hesab 2-1'dir. Müdafiədə diqqətsizlik fransızları ümidləndirdi. Amma yenə də azarkeşlərimiz, Bratislavadakı azarkeşlərimiz komandamızdan növbəti qolu gözləyirlər. Üçüncü qol istəyirlər. Fəallaşdılar. Qapıya zərbə olacaqmı? Qapıya zərbə. Qapçı əla oynayır. Mirmehdi Rızayev. Qatay Bağırov. Mərkəzə doğru çəkilirlər. Mirmehdi. Qataydan ötürmə. Qapı qarşısında zərbə olacaqmı? Ramiz Çovdarov. Ramizin zərbəsi qapı dirəyi. Bir qədər bəxtimiz gətirmədi. Çox qüvvətli zərbə idi. Ramiz Çovdarov. Top qapı dirəyindən geri qayıdır. 38-ci dəqiqədə 3-cü qolu vurmağa çox yaxın idi. Top qapı dirəyindən geri qayıdır. Qapçıya qarşı pressing. Artıq bir dəfə qapçını səhv etməyə məcbur etmişik. Toplu qapçıdan aldı da qapı boşdur. Zərbə olacaqmı? Ramiz Çovdarov. Top qapı xəttindən çıxır. Güldən zərbə. Qapçıya qarşı pressing bəhrə verir. Johan Lignachı da səhv etməyə məcbur etdi. İsa Atayev. İkinciden zərbəni yerinə yetirəcək. İsa.
Başladı geriyə, Ramizin zərbəsi alınmır. Vəli Qafarov vaxtında irəli çıxır, topu da uzaqlaşdırır. Müdafiədə az qala rəqibə boşluq verəcəkdik. Vaxtında təhlükəni sezdi Vəli Qafarov və dərhal irəli çıxaraq topu uzaqlaşdırdı. İsa Atayevin pressingi var, topu ala bilmədi və top da yan xətdən çıxır. Xətai Bağırov topu oyuna daxil edəcək. 39-cu dəqiqə. Xətai, Talih Babayev. Mərkəzə doğru səhvə yol verdik. Amma hər şeyi yaxşı qurtardı burada milli komandamız üçün. İsa Atayev. Fərqin minimumləməsi fransızları bir qədər ümidləndirir. İndiki məqamda onların bu qədər hücuma aid olduğu vaxtda onların əks həmlə ilə yaxalayaraq 3-cü qolu vurub ümidlərinin üstündən xətt çəkmək olar. Pressingdə Johan Lignac da həmkarı Besson kimi səhvlərə yol verir. Bunu gördük. Ramiz Çovdarov. Ramiz sağ cinaha doğru. Sağ cinahdan görək necə olacaq, qapıya zərbə olacaqmı? Çəkdi, əla keçdi. Xətai Bağırov, Xətai Bağırov. Rəqibini yaxşı keçmişdi amma son ötürmə alınmadı Xətaidən. Rozier. Bir Mehdi Rızayev ona qarşı pressing edir. Mərkəzə doğru top itkisi. Talih Babayev topu almışdı. Top yenidən fransızların önündə qaldı. Xətai Bağırov imkan vermək olmaz. İki futbolçu sıxışdıraraq topu rəqibdən almağı bacardılar. Bağırov. Geriyə Ramiz Çovdarov. Tiger Çınaqla oynayır. Yenidən Ramiz Çovdarov. Ramiz. Bir Mehdi Rızayev. Xətai Bağırov. Bağırov özü üçün sərbə mövqeyi axtarmağa çalışırdı. Bir qədər də geriyə. İsa Atayev. Yaxşı keçir burada. Bir Mehdi Rızayev. Topu ötürə bilmədi. Rəqibini yaxşı geçmişdi Rızayev amma topu ötürə bilmədi. Yaxşı aldı Vüsal. Topu rəqibdən yaxşı olmuşdu. İsa Atayev daha da etsə. Sonunu gətirə bilmədi. Talih Babayev ötürməsi. Sağ cinahdan dayanmadan hücum təşkil edə qapıya zərbə. Amma əlbədənlə bitişi idi burada. Top qoluna toxunsaydı bədənlə bitişi idi. Yenə də Rozier fəaldı. Qapıya zərbə olacaqmı? Qarşısını kəstilər. 42-ci dəqiqə başlanır. Altı bir qədər gec yerinə yetirib, bir qədər nəfəslərini dərdilər. Ötürməndə qarşısını kəsirlər. Yeni qapçının önündə var. Topu qapçıdan keçirdi amma son anda top artıq yağ xətdən də çıxmışdı Rəvan Kərimov. Rəvan rəqibinə qarşı pressing edir. Mir Mehdi top aldı rəqibdən. Mir Mehdi top aldı. Boşluq var. Mir Mehdi Rızayev sağ cinaha göndərir. Qapıya zərbə olacaqmı Rəvan? Zərbə alınmadı. Təkrar zərbə yenə də alınmır. Zərbənin qarşısını blokladılar. Burada isə top milli komandamıza qaldı. Mir Mehdi qazandı. Rəvan Kərimov. Rəvan qapısından qaydan top. Təkrar zərbə gol! Dünya çempionatının ən yaxşı futbolçusu Ramiz Çovdarov. 43-cü dəqiqədə 3-1. Rəvan Kərimovun zərbəsini qapısı dəf etdi, amma Ramiz Çovdarov bu fürsəti belə bir təcrübəli futbolçu qaçırmazdı. Hesabı 3-1 edir. Tarix deyəsən təkrarlanır. Bosniyadakı Avropa çempionatında olduğu kimi yenə də hesab 3-1 milli komandamızın xeyrinədir. Komandamız üstünlüyünü bir qədər də artırır. 43-cü dəqiqədə Ramiz Çovdarov. Baş məşqçi Elşad Quliyev ona istirahət etmə imkanı yaratmışdı, amma ehtiyac yaranan kimi onu da meydana buraxdı və o da sözünü dedi. İndi isə burada sıxışdırıblar. Boşluğa fikir verin. Rüzgar İbrahimzadə Rəvanla bir-birlərini başa düşmədilər.
Fransızlar səhv etdilər. Burada isə bir qədər tələsdi. Milli komandamızın üzvləri Rüzgar İbrahimzadə Rəvan Kərimovla bir anlaşmazlığı yaşadı. 4-cü qolu vurmaq üçün fürsət var idi artıq. Fransa müdafiəsində çaşbaşlığı var. Bəli, 44-cü dəqiqədə hər zaman olduğu kimi azarkeşlərimiz dünyanın hansı yerində olur olsun, şəhidlər ölməz, vətən bölünməz şüarını səsləndirirlər. 44 günlük müharibədə şəhid olanların xatirəsinə şəhidlərimizi biz də hörmətlə yad edirik, anırıq. Və Rəvan Kərimov elə 44-cü dəqiqədə qol vura bilərdi. Qarabağ müharibəsində Azərbaycanın qəhrəman oğul və qızları, qəhrəman soydaşlarımızı bütün oyunlarda 44-cü dəqiqədə yad edir. Və bu gün Bratislavada da azarkeşlərimiz şəhidlər ölməz, vətən bölünmə şüarları ilə bu ənənəni yaşadırlar. Samir Əmzəyev. Qapı qarşısını ötürmə olacaqmı? Samir topu özündə çox yaxşı saxlayır. Məhəmməd Xəlilov. Qapı qarşısını ötürmə alınmadı. Əllə oyun var idi mi? Hakim bildirir ki, əllə oyun var idi. Depsovun təkbəri. Burada əllə oynamışdı. Samir Əmzəyev. Qapçı ilə ötürmələrdə qapçılar bir qədər səhv etməyə meyillidir bugün. Fransa milli komandasında indi mərkəzdə top aldılar. Samir Əmzəyev. Samir çox yaxşı keçdi rəqibinə. Rüzgar İbrahimzadə var. İbrahimzadə rəqibin üzərinə getməyə çalışır. İbrahimzadə çəkdi. Ötürür. Alınmadı. Azarkeşlərin keyfi kökdür bəli. 3-1 hesablı qələbə. Baş məşqçi Elşad Quliyev növbəti əvəz etməni reallaşdıracaq. İstəyinə nail olur. Komandamızın baş məşqçisi qrup mərhələsini maksimum nəticə ilə lider başa vurmaq niyyətində olduğunu bildirmişdi. Hər mətbuat konferansında və komandamızda göstərdiyi oyunla, sərgilədiyi futbolla, nəticələrlə hamımızı sevindirir. Qitə yarışında 3-cü oyun və 3-cü qələbə. Qələbənin rəsmiləşməsindən sadəcə 5 dəqiqə ayırır. İndi qapıya zərbə olacaq. Qarşıda boşluq var. Keçdi rəqibini. Sağcına doğru təmkin top qapının üstündən keçdi. 46-cı dəqiqədə Xəlilzadə qapını nişan almağa çalışırdı. Təmkin Xəlilzadə. İrəliyə doğru göndərilən top. Qapı qətindən çıxır. Elvin Əlizadə. Komandamızın ikinci qolunu vuran futbolçu, kapitan Cəfər Cəfərov. İlk qol deməsi Cəfər sayəsində reallaşdı. Vəli Qafarov. Eşkin Tağıyev. Eşkin topu mərkəzə doğru çəkir. Eşkin Tağıyev. Cinah boyu yaxşı oynadı. Təmkinli ötürmə. Burada atdılar. Cəfər boş mövqedədir. Cəfər Cəfərov. Elvin Əlizadə dərhal mövqe dəyişdirdi. Elvindən ötürmə, amma bir qədər Cəfər Cəfərovun arxasında qaldı top. Keçirə bilmədi Elvin Əlizadə. Fransızlar indi müdafiədən çıxmağa çətin çəkir, amma 3 futbolçu ilə 3'e 3 pressing edir burada milli komandamız. İndi qapısında oyuna qoşdular və son anda topu almışlar, amma topu meydanda saxlamaq mümkün olmadı. Tağıyev idi topu rəqibdən alan futbolçu. Milli komandamızın 95 nömrəli üzvü. Dardan Asani topu oyuna daxil edir. Lixnak qüvvətli zərbə ilə topu irəli göndərir və Ali Qafarov üçün çox rahat bir top idi. Vüsal İsayev. Allah bir ötürmə ilə təmkini tapır. Təmkin Xəlilzadə. Mərkəzə doğru Elvin Əlizadə. Təmkin zərbə mövqeyinə çıxmağa çalışırdı. Elvin topu saxlaya bilmədi özündə. Və yan xəttdən top çıxır. 48-ci dəqiqə out. Nominal meydan sahibləri yerini yetirirlər.
Qrup mərhələsində 3-cü qələbəyə doğru yaxınlaşırıq. Bir neçə dəqiqədən sonra bu rəsmiləşəcək. Bunu artıq əminliklə söyləyə bilərik. 8-ci dəqiqədə geridə qaldı. 3-1 hesabı ilə üstünlük. Avstriya millisini minimal hesabla məğlub etmişdik. 3-0 hesabı ilə İtaliya seçməsinə qalib gəlmişdik. Darmadağın etmişdik. İndi də fransızları 3-1 hesabı ilə məğlub etməkdəyik. Qapıya zərbə Vəli Qafarov. Bu zərbəni dəf edir. Elvin Əlizadə topu meydanda saxlaya bilmədi fransızlar. Vəli Qafarov bu epizodda topu məhz belə dəf etdi. Cəfər Cəfərov. Vüsal İsayev. Elvin Əlizadə. Top yenə də milli komandamızda qaldı. Vüsal İsayev keçdi rəqimdən. Vüsal. Zərbə vaxtlar. Vüsal zərbə qayıtdı. Cəfərovun önündə qaldı. Amma son anda topu uzaqlaşdırmağa çalışır fransızlar. Geri oynadı Elvin Əlizadə. 49-cu dəqiqədə topu yenidən ələ keçiririk. İsayev. Eşkin. Yenidən topu İsayev ötürür. Vüsal mərkəzə doğru, amma bir qədər Eşkinlə bir-birlərini başa düşmədilər. Sonuncu 50-ci dəqiqə başladı. Burada təmkində qaydanı pozmuşdu. Rəqibin ayağına zərbə. Bu epizodda və hakim də dərhal görüşü saxlayır. Üzür xalqlıq etdi rəqibindən də. Son saniyələrdə fransızların heyətində dəyişiklik. 6 numaralı futbolçu Orient Dubo meydana daxil olur. Dardan Hasan əvəzləyir. Vüsal, qapı boşdur. Qapı boşdur. Zərbə endirmək olarmı? Bir qədər də geriyə Eşkin Tağıyev. Eşkin Tağıyev. Fransız golkiper yaxşı oynadı. Eşkinin zərbəsini dəf edir. Oyunun son dəqiqəsində 4-cü qolu vurmağa yaxın idi. İkinci hissəyə də bir dəqiqə artırılır. Artıq bir dəqiqə ayırır komandamızı ardıcıl 3-cü qələbədən. Keçməyə çalışırdı rəqibini, alınmadı. Son hücum imkanları, son cəhdlər. Bir daha qeyd edim ki, ilk turda Avstriyanı məğlub etdiyi minimal hesabla. Ötən gün İtaliya millisini darmadağın etdiyi 3-0 hesabı ilə və indi də Fransa millisinə 3-1 hesabı ilə qalib gəlməkdədir. Dünya çempionları. Dünya reytinginin lideri Azərbaycan millisi və qrup mərhələsini ardıcıl 3 qələbə ilə lider başa vurur, play-off adlayır komandamız. Fransızlar səhvə yol verdilər, 4-cü qolu da vurmaq olar, təmkinli ötürməsi keçirdi, 4-cü qol gəlmədi, qapı dirəyi. Bundan əvvəlki Avropa çempionatında olduğu kimi 3-1 hesabı qeydə alınacaq. Ona görə fransızların bu hücumda baxaq, amma fransızlar ikinci qolu vurdular. Amma olsun, artıq oyun yekunlaşır. Bu məncədə elə son andır fransızlar üçün. Fərqi minimuma endirirlər. Futbolçularımızın zərbəsindən sonra top qapı dirəyindən qayıtmışdı. Burada isə İban Labuye topu qapıdan keçirdi. Hesab 3-2 oldu. Amma artıq vaxt qalmayıb. Eşkin Tağıyev topu oyuna mərkəzdən başlayacaq. Bəli, görüş yekunlaşır. Milli komandamız 3-2 hesab ilə qalib gəlir. Avropa çempionatında komandamızın zəfər yürüşü davam edir. Ardıcıl 3 qələbə ilə, maksimum nəticə ilə dünya çempionları play-off adlayırlar. Komandamıza qarşıdakı oyunlarda uğurlar arzulayırıq. Biz isə Bratislavada milli komandamızın oyundan reportajı yekunlaşdırırıq. Bu qarşılaşmanı Elgün Fətəliyev şərh edir. Sağ olun, gələn reportajlarda, qarşıdakı qələbələrdə görüşmək ümidi ilə.